Gənclərə və icma liderlərinə əsas hansı tövsiyə vermək istəyərdiniz və xüsusilə gənclərə hansı mesaj verərdiniz? Gənclərə xüsusi mesaj olaraq, yəni daha faydalı bir həyat keçirsinlər, özlərinin hər tərəfli inkişaf elətdirsinlər. Yəni təkcə maliyyə cəhətdən deyil, bilik cəhətdən deyil, yəni sosiallaşmaq cəhətdən, ünsiyyət bacarıqları, hər hansı bir xarici dil öyrənmək ola bilər. İstənilən halda yəni inkişafdan qalmasınlar heç vaxtda. Və icma rəhbərlərinə əsas mesaj olaraq isə, yəni gənclərə ən azından onlar bu yolu keçiblər və gənclərə bir örnək olmaq üçün bir işi məsələn 2022-ci ildə görəsən, bir var 2025-ci ildə görəsən. Yəni bu ola bilər ki, həmin yaşda onu bilməyib böyük ehtimal ki, sonradan bilib. Bu ən azından o yolu keçdiyinə görə, yəni gənclərə o yolu daha qısa və daha səmərəli keçməyi tövsiyə edərdim ki, yəni onu yolunu öyrətsinlər. Şəbəkələşməni, yəni gənclər arasında bir əlaqəni qurmaq, o münasibətləri saxlamağı tövsiyə edərdim. Gənclərə əsas mesaj olaraq yenə də təkrar etmiş kimi olacağam bir qədər. Yəni məqsədli şəkildə və heç vaxt inkişafdan qalmamaları tövsiyə edərdim.